Hadi oyun başlıyor de gelsin. De gelsin. Salam, hello, necəsiz? Bugün bizim 6-cı bölümümüzdür. Bəli, bravo bizə. Elə bir çox gözlədilər. Yox, Məncə çox yaxşı gedirik həqiqətən də davam edirik. və məncə yaxşı gedir. Hə, bizə bir dənə alqış zəhmət olmasa, bəx bizi verdi, prosta sizdən də. Kommentlərə alqış gözləyirik. Həqiqətən. Bəsdir indi biraz hekayə göndərin. Bugün bizim 6-cı bölümümüzdə danışacağımız Mövzu nədir? də gəlsini bizi, bizləri əsəblərimiz, Sinirlərimizə işləyən, nervlərimizlə oynayan məsələlər. hərəkətlər, Aha, xırda şeylər. sözlər. Və xırda şeylər olur. Hər kəsin qıcıq olduğu, amma hər kəsin elədiyi. Həqiqətən də mən üstümə alıram, bəzi şeylər burada mən də eləyirəm. Yəni Mən də. eləyirəm. Yəni Yox, mən elə. inandıq. Hə, yaxşı, ən yaxşısı. Bu mövzunu necə seçdik? necə seçdik? Belə ki, bizim izləyicilərimizdən biri bizə DM atdı və ilk izləyicimiz idi. Bizlə öz hekayəsini bölüşdü. Sən özün bilirsən. Təşəkkürlər. Buradan ona öz təşəkkürümüzü bildiririk və ona hekayəsini indi biz oxuyacağıq. Oxuduqdan sonra isə podkastımızın Başlayaq da. yəni də Hə, sonra da öz hekayələrimizə keçək. Bəli. Oxumaq istəyirsən? Disleksik. Oxuyacağam, bax Oxu. oxuyacağam. İnat. Okay, ilk öncə bizi övməsindən oxuyacağam. Yazıbdı ki, anonim bu insanın adını nə qoyaq? Ayşə. Ayşə. Yox. Olsun Ayşə. Fatma Ayşə. olsun. Fatma. Fatma. Fatma yazıbdı ki, salam qızlar. Podkastınızı çox sevirəm və bir mövzuda fikrinizi almaq istəyirəm. Ya da Aha. Allah sən oxu, mən oxuyamadım. Hayda. Disleksi. Mənim çox yaxın bir dostum var. Əslində onu çox sevirəm, amma bəzi hərəkətləri məni dəli eləyir. Upsi. Ən çox da birlikdə harasa gedəndə, qrup halında olanda ya həmişə çox yavaş olur, ya da son anda qərarını dəyişir. Oyda. Yemək seçəndə qərar verə bilmir, ona başqası qərar verəndə də bəyənmir. Bunlar xırda şeylər kimi görünür, amma zamanla yığılıb məni çox qıcıqlandırırlar. Problem ondadır ki, bunu ona necə deyəcəyimi bilmirəm. Yəni başa düşmək olur. Desəm inciyəcək deyə qorxuram, deməsəm də özüm əsəbləşirəm. Bəzən öz-özümə deyirəm ki, bəlkə problem məndədir. Amma sonra düşünürəm ki, niyə özümü bu qədər sıxıram və də sıxmalıyam ki, mən disleksiyam. Sizcə belə hallarda nə etmək lazımdır? Danışmaq lazımdır, yoxsa xırda şeylərə görə dostluğu risk atmağa dəyməz? Nə düşünürsən? İndi sual veribdi bizə. Okey. Bizim gözəl Məncə- Fatma xanım. Fatma xanım, yəni bu qədər yaxın dostsuzsa da, məncə bunu demək bir-birinizi qırmamalıdır. Amma məncə yaxın dostlar olsaydı deyərdilər. Deməli o qədər də yaxın deyillər. O da düzdür. Yəni onda dostluğunu bir dənə gözdən keçirdirəm. Neynəməlidir? Düşün, məncə dinən ki, yəni də demək ki, Sən deyə mənə bilərdin. bezdirərsən. Şirin dildən də. Nə? Məsələn, nə desin? Ay da xuni sən 50 çəkirsən bir şey qərar vermə. Məzə ilə də başa düşdün. Deyir də mən başqası onun yerinə qərar verəndə, yəni bəyənmir. Elə dedi də. Yəni direkt düzəldən ki, bəs qərar ver. Sən Amma nə evcə deyirsən? dostu da qıcıqlanacaq, belə şey olacaq ki, Yəni də onu mənim yerimə niyə qərar yəni verirsən? insan özünü tanımır yəni. Məncə özünü tanıyırsan, amma ətrafındakının sıxdığını biləndə biraz məncə o insanda başa düşmək olmalıdır. Amma başa düşsəydi bunu eləməzdi. O da var. Dur mən neyim? Get küs dostundan. O niyə? Ortaq məxrəcə gəlin. Məxrəcə nə nə idi? Nə ortaq yol tapın da. Ortaq nöqtə tapın. Hə. Məxrəcə. Sən Məncə, nə deyirsən, hə? məncə nə etməlisən? Artıq uzun müddət bu onu içində saxlayıbdı. Amma bir dənə şey düşünək. Bəlkə elə dostundadır problem. Ki Yəni- balaca yəni Fatma- Fatmadadır günah. Balaca şeyləri böyüdür. Bəlkə Fatma belə bilirsən nə var? Bir insanı sevməyəndə nə eləyirsə insan belə qıcıq gəlir ev. Bəlkə artıq onu
sevmək. Bəlkə də bu balaca problemlər onun içində kin yaradıb. Ola bilər. Vaxtla ki, Məsələn, o indi balaca şeylər dostunda necə problem tapıb, yəni adı Hə. qoyaq dostuna Leyla. Leylada necə ki balaca problemlər Aha. tapıb deyir ki, nə bilim, ay qərar verə bilmir və yaxud da bu problemlər var. Bəlkə Leyla da Fatma haqqında düşünür ki, hər balaca şeyi problem eləyən. Məncə belə bir sən nə var? Uzun vaxt keçdikdən sonra təbii ki də bir-birinin pis tərəfini deməli, sevmədiyin tərəfini də görürsən. Bəli. Amma sevdiyin tərəflər o qədər çox olmalıdır ki, bu sevmədiyin tərəflər gözünə belə görsənməməlidir. Bağışlayın, sorry. Studiyaya zəng gəldi, bağışlayın inşallah. Bizim fanatlarımızdan. Ciddi almam bu məsələni bu qədər. Hə. Yox, mən belə düşünürəm ki, zaten məsələn evdə qaldın, anana belə qıcıq olursan. Yəni bir də, müddət bax da, sonra hə. qardaşına. Amma qardaşım çox qıcıq olur. Amma sənin burada o sınaq gəlir. Dostsunuzmu, dodosunuzmu? Hə də bax. Əgər dostsunuzsa yəni bu çətin zamanı keçirsiniz. Dodosunuzsa qalırsınız. Yəni də dost olma, yəni sevdiyin şeylər o qədər çox olmalıdır ki, bu insanı sən yəni də yerlə göyə sığdırmamalısan. Yəni buradan o zaman Fatmaya sözümüz budur ki, dostluğunu bir də gözündən yəni gözdən keçirt. Gözdən keçir və artıq bu səndə nə qədər problem yaradır ki, bizə yazır. Çünki bizə yazan ilk insandır və yəni bir də bunu düşün. Yəni sənə əgər bu qədər problem yaradıbdısa, artıq və sənə neqativ təsir edir. Bəlkə bir ara vermək. Yəni Zaten Məsafə. yenə məsafə, amma yəni dostsunuzsa siz bir-birinizi yenə tapacaqsınız. yəni də. Elə bil ki bizə nədadır, rost elədiyə birdən qorxmayın ha, bu qədər sərt deyilsən. Yox da, gör bu neçə müddət içində qalıbdısa, Aha. bu böyüyüb ki bizə yazılır. amma bu indi içində saxladı lap böyük problemlər yaradır. Yəni. Bu elə bir momentdə elə insanlar hamının yanında böyük partlayış verə bilər Hə. və bu partlayış sayəsində Hə. böyük dava çıxır və Yəni də saç Geri- baş girərlər. yox da abartma da gülünsə abartma səviyyə. Yəni kim geri bilir? dönüşü olmaya bilər də. Yəni dostluqlar o qədər bir-birlərinə pis sözlər deyərlər, qəlblərini o qədər sındırarlar ki. Məsafə verin. Məsafə deyil, özün məsafə yarat və ona hərəkətlərinlə, o necə sənə bilirsən də ona hərəkətlərlə bildir. Bu sənin xoşuna gəlmir və ya denən ki, bu hərəkətin heç də xoşuma gəlmir. Yəni. Ya da ki, elə ki bu podkastda dinləsin. Yəni bu elə bir səndən danışırlar. Təbii ki bir-birinizə qarşı hörməti itirməyin də, yəni. Bəli. Ən O önəmlisi çox- məncə odur. Yəni hörmət çox bir şeydir. Amma indi davamı, bu bölümün davamı olaraq biz istəyirik ki, bizim Sinir olduğumuz şeylər. əsəb olduqlarımız. Qıcıqlandıran. Əgər bu sizə tanış gəlirsə, bizim yaxın dostlarımız, bilin ki, sizə deyirik. Oyda. Sensoru vəziyyətdə sizə deyirik. Yəni biz də Fatma kimi deyəməmişik, burdan eşidin. Mən buna gülünüzə deyirəm. Okay, Fatma mənəm əslində, bu hek yox. Mən Sən Leylayam. Leylasan. Bu mesajı mən fake konto ilə yazmışdım, səni deyirəm. Oh my god. Yox, Fatma şey. Yox, zarafat bir kənara. Zarafat. Zarafat. Hə. Parantez. Parantezdə. içində. Okay, başlayaq. Birinci sən başlayırsan, mən başlayıram. Başla. Mən başlayım. Okay. Yox, buna başlamazdan mən bir dənə şey demək istəyirəm. Deyil. Bu yaxınlarda mən sevgilimlə çöldəydim Aha. və mağazadaydıq. Aha. Yəni sevgilimi apardığım tək yer. Sevgili banka. Və əlimə bir dənə sumka aldım və Aha. yəni xoşuma gəldi də və həqiqətən yanında sumkanın üstündə də var idi, broşka Nə da var? var idi. Aha, broşkalı sumka. Nəysə belə saç Nəysə. broşkası da, nəysə. Hə, okey. Və roz rəngdə idi bu. Aha. Yəni hətta roz Çəhrayı. çəhrayı rəngdə idi. Və mənə dediyi cümlə budur. Nə Sən dedi? çəhrayı qız deyilsən axı. Nə mənada yəni? Dedim nə demək istəyirsən? Belə qaldım. Belə yəni sən çəhrayı qız deyirsən. Çəhrayı qızlar çox belə bir kilo bir şey qaldıra bilməyən qızlardır, amma sən qara qəhvəysən. Oy da qoru qəhvəyinə də abort. Yəni ki, gör mən o qədər şeyi demişəm ki, yox mən eləyərəm. Bu artıq məni gözündə qız kimi görmür. Əskərlik dostum. Mən əskəriyə də getməyim və deyim əskərlik dostumdur. Ta nə bilim.
Fərdə getməyib sənin də askerik dostu kimi görür. Yox, yəni mən mən Səhrayı, yəni Səhrayı qızlar necə olur? Yəni o nə bilir bu Səhrayı qızlar necə olur? Yəni Səhrayı oyda qız kimdir? bunu soruşmusan ona? Yox, indi düşündükcə, danışdıqca beynimə Aha, gəlir. buradan sonra dava çıxacaq. Vallahi mən bir şey deməmişəm. Yəni Səhrayı qız kimə deyilir? Pik Səncə? mi? Pik mi deyir? Yox, bir dənə mən gözümdə Səhrayı qız canlandıran həqiqətən o mən Ayda. deyiləm. Əslində düz deyir. Deməli mən tanıyıram, amma mən Səhrayı qız olmaq Məsəl istəyirəm. üçün mən çəhrayı qızı deyəndə bir sən nə fikirləşirsən? Belə şeydir, sarışın, belə həmişə pedikürlü, manikürlü, Aha. şeydir, yanı bir dənə balaca sımkası var, mini yufkası, Aha, belə hə, tık Bəli. gəzir. Amma dedi ki, sən Səhrayı qız deyilsən də, yəni sən Yəni o da Sən- vaxtı sən- biraz. sən oğlansan. Mən danışsam bunu lap da badacam, lap da kükürəyəcəm. Nəysə. Hə. Bunu sizlə bölüşmək istədim. Bəli. Siz də bir rəylərdə bilin. Çəhrayı qız kimdir? Qariçli qız kimdir? Şokoladka. Nəysə, davam eləyirəm. Sən şokoladkası ol. Mən belə insanlara nifrət eləyirəm. Yəni nifrət eləyirəm. Necə Aha. əsəbləşmirəm. Nə? De O görüm. insanlar De ki, gəlsin. sevgililəri ilə, dostları ilə arasında balansı tuta bilməyənlər. Düzdür. Yəni mən sənnənəm, Hə, ya onda dəqiqədə telefondayım. onu yəni orada yoxdur. Okay, mesaj yazarsan, bir dəfə zəng cavab versən, amma Yaşayırsan, hə, yaşayıram. vəsyo. Yəni. Amma Çox yəni nə lazımdır? həqiqətən. Amma belə bir şey var ki, onda onunla olanda da dostların, Bəli. yəni. Mən məsələn eləyəm. Yəni. Mən səndən olanda telefonum kənardadır. Mən ondan olanda telefonum kənardadır. Yəni ki, Bu tamam, bu hər şeydə belə. Məsələn, işdəyəm, telefonum qıraqdadır. Və yaxud Yəni. nəsə bir tədbirdəyəm, telefonum kənardadır. məncə çox yaxşı bir şeydir. Çünki bunu eləyə bilməyən insanlar çox şey qaçırır məncə. Məncə də yəni onda telefon bağımlılıqda olur. Bəli. Həm də ki, ətrafında olanları şey eləmirsən, başa düşə bilmirsən ki, nə olub, nə bitir. Aha. Onun üçün də dostlarınızı dostluqda, telefonunuzu telefonluqda, sevgilinizi də sevgilinin yerində. Bəli. Belə. Həqiqətən. Yəni yoxsa belə balansı tapamırsan arada. Tamam, de gəlsin. De gəlsin. Mən çox nə ilə başlayım? Mən şey yazmışam. Birinci olaraqdan yavaş gəzən insanlar. Yəni belə bir yerə gedəndə bir ki, həyatında tələsdiyi bir yer olmayan insanlar. Ürəyim üzülür. Belə yavaş gedən insanın arxasına düşəsən. Allah qorusun istəmərəm. Hə. Sinirim pozulur. Düşün, amma mən də birinci olaraq bilsən nə yazmışam? Nə yazmısan? Qrup şəklində gəzəndə olur. Məsələn, deyək ki, biz Hə. 4 nəfərik. Üçümüz yan-yana gəlirik. Biri ən qabaqda gedir. Yəni bizlə niyə varsan? Independent. Get tək gəz də. Niyə bizlənsən? Okay, qrup halında başqa məsələ, amma tək gəzəndə, yəni məsələn, bəlkə mənim təslim yeri var. Ya qırağa çəkil, mənə icazə ver, ya da Aha, sən elə demək istəyirsən. Bəs nə? Okay, Qabağa indi düşür belə. başa düşdüm. Hə. Mən onda qıraqla gedirəm. Mən belə itəlib gedirəm. Hələ sifət deyib söz də deyirəm. yerində normal gəz. Ya deyirəm ki, qırağa çəkildi, gəzmirsənsə məsələ. Okay, yəni. Okay, davam eləyirəm. O səndədir. Mən dedim, test gəzən insanlar. Aha. Ona mənim də ikinci şeyim budur ki, spesifik bir şey haqqında danışmağı qurtarmayan insanlar. Məsələn, bunun içinə mən də girirəm. Okay. Məsələn, necə deyirəm? Məsələn, mən bir periodda full şey İtaliya haqqında danışdım. İtaliyaya getmək istəyirəm, falan şey eləmək istəyirəm. Bezmişəm. İndi də Malta başlayıbdı. Bezmişəm. Yəni Maltaya getmək istəyirəm, bunu eləmək istəyirəm, elə istəyirəm. Yəni bu insan şeyindən paltar vuranda Malta üçün indidən paltar amma Malta yəni yoxdur da, planda Hələ həqiqətən yoxdur. bilet yoxdur. Amma mən məsəl üçün danışıram. Çox spesifik, çox da çürüdürəm də. Hə, çürüdən insanlar. insan, Başa hə. düşürəm. Amma yəni başa düşürəm. Çünki mən də sənə qıcıq yaranıb baxdım. Bəli. Amma bu qıcıqla artıq səni Maltaya aparmasam mən. Məncə qəbullanmışam qıcıqlığa artıq Belə uşaqlar. fikirləşim, mən özüm də qəbullanmışam bunu. Yəni Qəbullanmadan olar. özüm haqqında çox bilirəm, yəni özümü tanıyan insanam. Super. Mən də davam eləyim. Aha. Qərar verə bilməyən insanlar. Məsələn, Aha, bax, de. məsələn sən mənə deyirsən ki, Məsumə çölə çıxaq. Deyirəm Aha. ki, yaxşı çıxaq. Deyirsən ki, ara mən deyirəm mənim üçün fərqi yoxdur, qərar ver. Məsəl üçün bu Mən də sənə deyirəm mən də qərar verə bilmirəm. bu biraz Leyla ilə Fatimənin məsələsinə döndü. Qərar verirəm. Yox, bu deyir ki, mən onun yerinə qərar da verirəm.
Hadi o Amma qəbul eləmir. Amma sən Bəli, mənim yerimə məsələn deyək ki, deyirik ki, ay gedək sushi yeyək, yoxsa gedək kebab yeyək. Deyirsən ki, mən deyirəm ki, mənim üçün fərqi yoxdur. Bu ikisindən birini seç. Mənim üçün mən bu dəqiqə ikisinə də yeyə bilərəm. Bəs qərarı sən verəsən. Deyirsən, "A, mən də qərar verə bilmirəm." Ki, mən də qərar verirəm. Amma sən də presi insan üstünə qoyursan. Amma yəni mənim üçün fərqi yoxdur. Mən səni düşünüb deyirəm ki, sən qərar ver. Əlbəttə ki, bir-birini çox fikirləşirlər. Bəlkə o şeydir, nədir? Bunu istəmir, bəlkə bunu istəmir. O da var, Yəni. heç elə düşünməmişdim. Yəni, bax da. Yəni mən heç düşünməmişdim. Nəysə, Aha. tamam. Həddindən artıq plan quran insanlar. Məsəl üçün şey deyirlər, məsəl üçün mən səhər saat 3-də bu yerdə olacağam. Mən səhər 2 həftə sonra nə bilim saat 10-da duracağam. Özün eləyə bilmədiyin, deputatsan. özün eləmədiyin şeyləri niyə cəmaatda qıcıq yaradırsan? Yəni qıcığam da Yəni bu sözü mənə soxursan. Çünki sən bir mənə dedin ki, mən gələn həftənin 22-si nə idi? Mən dedim, dayan cədvəlimə baxım. Sən bu sözü mənə deyirsən, başa düşmədin. Bəlkə. Amma yəni baxın uşaqlar. Mən yəni 2 işdə işləyirəm və məktəb oxuyuram və bunun yanında dostlarıma da vaxt ayırıram. Yəni mən bunu kalenderimə yazmışam ki, məsələn bu həftə 2 həftə məsələn qarşıdan gələn 2 həftə praktikadayam. Aha. Mən nə olur yazıram. Sən mənə deyəndə artıq mən planlı bir insanam. Və deyirəm dayan cədvəlimə baxın. Bunu baxın. Olur, olmur. Yoxşu. İnsan bunu eləyə bilmirsən deyə. Bizdə niyə qıcıq yaranırsan da qarşı? Nə bilim. Çünki qısqanırsan. Aha, mən qısqancı oldum məsələn. Sözüm Bəli. yoxdur. Davay. Bu podkastdan sonra o biri bölümləri yoxdur. Ay danışamadım. Davay. Nəysə, mən yazmışam, paxıl insanlar. Hə, mən də girəcəm o məsələyə. Amma baxın, məsələn, bir insan heyrət aparmaqla paxıllıq məncə fərqli şeylərdir. Yəni. Bax məsələn, mənim qarşıma bir dənə insan ola, deyək ki, çox dil bilirəm. Paxıllıq deyirəm, "Vav, kəşkə məndə də olsaydı." Və ya bir insan deyir, "Mən çox ölkə gəzmişəm." "Vav, kəşkə mən də eləsəydim." Paxıllıq başqa şeydir. Məsələn, mən məsələn deyim, mən məsələn, iki dənə deyək ki, mən nə bilim necə mən nə məsəl verim. Mən məsələn prava almışam. Hə. Onda çox böyük bir paxıllıq yaradır. Nə bilim, mən Qıcığı tutur. Pravam var amma maşının yoxdur. Hə. Evet, neqativ tərəf tapmağa çalışıram. Məncə burada bizdən nə Paxıllıq lazımdır? başa düşürsün nə demək istəyirəm. Başa sala bildin. Bildim. Mən sən başa düşdüm. Məsələn, burada sən özünə dərs aldın. Hə, mən də eləyə bilərəm də bunu. Mən də qabağa gedim. Yəni bunu motivasiya kimi düşünə bilərsən, amma bunu pis tərəfinə düşüb və heç nə eləmirsən. Yəni. Ümid edirəm başa sala bildim nə demək istəyirəm. Məsələn, mən də burdan girəcəm. Elə ki özü üzərində işləməyə tənbəllik edən insanlar, amma gələcəklərini belə qurmurlar. Sonra başqası gələcək quranda özünə qarşıya getməyə çalışanda ona mane olmağa çalışırlar, qıcıq olurlar, paxıllıq edirlər. Əlbəttə ki. Elə insanları heç sevmirəm. Bəli, motivasiyadan salan insanlar. Yəni də mən olsam daha da motive edirəm ki, davay, gəl, gedək, məsələn, bərabər bizdə o eləyək. çox yaxşıdır. Bir-birimizi çox motive eləyirik, Yəni. çox qaz veririk, çox keylə gedirik, yəni biz ona görə də həqiqətən. Məsələn, Amma pis deyil də. Məsələn, pis bir şey çox deyil. yaxşı bir şeydir. Yəni bu mənə çox enerji verir, həqiqətən. Məsələn, birimiz deyir ki, bunu elə, hə, niyə eləmirik? Davay, getdik. Ya da ki, məsələn, bir şey mən eləyə bilirəm, deyirəm ki, okey, Gül, sən də bunu elə, belə olacaq. Bir-birimizə qarşıya çəkməyə çalışırıq. Həqiqətən, yəni məncə bu çox super bir şeydir. Yəni. Əgər siz də dostluqlarınızda bunu eləmirsiniz, mütləq eləməlisiniz. Yəni belə bir şey var ki, adam özündə sorur, sual şey deyəndə ki, biraz belə şey olanda ki, bəlkə eləməyim bunu edəndə arxasına bir insan durur ki, davay da elə də 100%. şey verir ki, davay, get Qaz qarşıya. verir. Hə, qarşı. Okey, mənim də buna yaxın bir şeyim var. Aha. Bir yerə başqası sayəsində gəlib bir vəzifəyə və yaxud da mənim olduğum yerə, deyək ki, eyni yerdəyik və ora başqası sayəsində gəlib, amma bunu qəbul etməyən insanlar. Bax bu da paxıl Ya da- insandır. Bunun fərqində olmayan. Paxıl deyil, bu paxıllıq deyil məncə. Bu da bir şey deyərdi, o bura uyğun deyil. Yenə bipliyə nə oladı nə? Şillə idi. Məncə, yəni belə insanlar heç nəyə nail olmayan insanlardır. Paxıldır, içində şey qalır da. Həqiqətən də. Hə də, hə. Yox, bu mənim paxıllıq deyil. Bu sadəcə Qısqanc. yox, bu qısqanclıq da deyil. Bu bambaşqa bir şeydir. Bu kimlisiz bir insandır. hə. Kimliyi yoxdur. Yəni çox sağ ol deyirəm. Daha da qarşıya get, mən də qarşıya çəkinədə. Yox, bilmirəm, nəysə də o nəysə, insanlara o o qədər insanlara özünüz o qədər bilirsiniz. nifrət edirəm ki, nəysə. Dodolar. Nəysə, danış. Okay. Bax, bu mənim qırmızı xəttimdir. Yəni bunu baxın dinləyin.
əylənməyi bacarmayan insanlar və sən əyləndiyini görəndə paxıllıq edən insan. 100% razıyam səndən. Bəli. Əl sıxışıram. Bəli. Və yəni elə bir insan varsa sizin həyatınızda çıxardan tullayın. Bu günün bu günü. Məsəl üçün deyək ki, biz bir konsertə gedirik. Otur. Niyə oturursan? Dur əylən. Biz niyə gəlmirik? Biz yığışmışıq. Da yəni əylənirik. Okay, da yəni əylənmir. Yəni niyə gəldin? Niyə Gəlməsəydin ondan əylənmirsən? yaxşı idi. Yəni də məsələn biz vibe-ıq burada. Yəni yuxarılardayıq, əylənirik, dıpçı sən otursan yerində. Başa düşürəm səni. Amma məsələn, bax bu yaxınlarda biz konsertə getdik. Mənim çox həvəsim yox idi ora getməyə. Amma sənin həvəsin var. Sənə görə mən gəldim. Oh, good friend. Dostum. Harry. Tamam. Mənim sondur bu. Səndə çox var? Məndə yox, məndə qurtardı. Tamam. Yəni çox varsa deyə bilərsən də. Yox. Məndə ən son budur ki, Nə var? deyək ki, mən danışıram, mən deyirəm mən bunu elədim və yaxud da məndə bu var, mən belə. Hər mövzuda məndə. Məsəl sən mən nə etdim o gün? Məndə. Məsələn mən deyim, mən İtaliyada olmuşam. Mənim babam şeir yazmır. Məndə. Mənim nə bilim, nənəm Hind dilində danışır. Məndə. Yəni də mən də o insan. Və o insanları yəni boğub öldürmək istəyirəm. Yəni onlar çox belə attention şeylər ki, mənim üstümə baxın, mən ortadayam. Özgüvənsiz insanlar. Həqiqətən bunlar özgüvənsiz insanlardır. Qəbulan ki, həmişə sən ortada deyilsən, dünyanın mərkəzi deyilsən. Yəni məncə Bəli. nə bilim, belə insanlar xahiş eləyir həyatdan çıxardın özünüzü və çıxın, gedin. Dodo. Okay. Aha, 6-cı bölümümüzün sonuna çatdıq. sona gəldi. Necə hiss edirsən bu bölüm haqqında? Məncə çox qəşəng, çox səmimi oldu. Mən də çox sevdim bu bölümü. Mən Uzun də. müddətdir belə səmimi danışmırdıq. Və əgər bu əsəbləşmirsə, özünüzü hiss eləyirsinizsə, özünüzə çəki düzən verin ilk növbədə, xahiş eləyirəm. Xahiş edirəm. Yəni də lazımdır. Amma və ya dostlarınızdan hiss eləyirsə, onu tag edin, özü başa düşsün. Hə, üstünə alın buna qulaq asan. Və şeydir, siz rəylərdə bildirin də sizin nə qıcıq eləyir. Xahiş edirik. Yəni, please. Bizi dinlədiyiniz üçün çox sağ olun. Başınızı şişirməmişikdir. Bye. Bye bye. Hadi